Qazax rayonunun 2-ci Işıqlı kənd ailə sağlamlıq mərkəzi Sovetlər dönəmində 56 çarpayılıq xəstəxana kimi fəaliyyət göstərib. Hazırda isə kənd ailə sağlamlıq mərkəzinə müraciət edən xəstələrə yalnız ilkin tibbi yardım göstərilir. Ehtiyac olduqda isə Qazax mərkəzi xəstəxanasına təyinat verilir. Bu barədə ailə sağlamlıq mərkəzinin bölmə müdiri Tünzalə Nuriyeva məlumat verib. Burada 56 çarpayı olub əvvəllər. İndi də heç bir ASEM olubdur. Qazax rayonunda da ən böyük ASEM-dir bura. 31 işçimiz var. 3 terapevt var. Ailə həkimi gedirlər. Bir dənə də diş həkimimiz var. Bizdə mama var, patronaj, sahə mama tibb bacıları var. Onlar yəni onları götürürlər. Mənim sayəmdə elə bir rayona təqdim edirik. Hamilələri vaxtında aşkar edirik. İlkin tibbi yardım üçün hər şeyimiz var. Həkimimiz var. Dəmir qapı düzəltdirmişik, ağac salmışıq, gül, çiçək, hər şey. Qeyd edək ki, son dövrlər ailə sağlamlıq mərkəzində təminat yaxşılaşdırılıb. Bundan əlavə mərkəzin binasının ətrafında yaşıllaşdırma və abadlıq işləri aparılır. Kamran Əskiparalı, Amin Qəhrəmanov, Səs TV, Qazax.